Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Maşdağan Novxanı yolunda, Kərvanşahlıq Sarayının yaxınlığında, magistral yoldan da 350 metr məsafədə Kupcalı şəxsi tikili və evin bəzi əşyaları ilə birlikdə belə bir gözəl həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları da videomuzun daxilində qeyd olunub. Ev uzun müddətdir ki tikilib və uzun müddət evdə yaşayış olub. Hazırda evdə yaşayış yoxdur. Evin hər bir tərəfi yaşayış olan yerdir. Ümumilikdə 8 sot torpaq sahəsindədir. Evdə yerdən 8-9 daş kürsüdə tikilib. Sənədi Kupcadı təyinatı xüsusi mülkiyyətdir. Həyətimizin yarı hissəsi tamit daşlarla döşənilib. Əlavə bağ sahəsi də saxlanılır. Gördüyünüz kimi çəkilişə də evin bağ sahəsindən başlamışam. Evin arxa tərəfində əlavə bir otaqlı tikilisi var. Ümumilikdə götürəndə 6 otaq hesab olunur. Buradan göstərim sizə, sonra keçək evin daxili ilə tanış olaq. Buranı istəsəniz yay mətbəxi kimi və yaxud kladovka kimi istifadə edə bilərsiniz. Evin həyətinə bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Həyətimizdə çox gözəl şəlaləmiz də var. Evin ümumi sahəsi 230 kvadrat metrdir. Mərtəbə arası monolif betonlanmadır. Qoşa daşdır. Bu da evimizin həyətinin digər tərəfdən olan görünüşü. Həyətimizin yarı hissəsi naveslə bağlanıb. Sağda arxada gördüyünüz də az öncə göstərdiyim bir otaqlı həyətdəki yarımçıq tikilisidir. Yarımçıq deyəndə orta təmirli yəni. Və bu da evimizin çöl görünüşü. Evin ikinci mərtəbəsindən birbaşa balkonuna çıxış etmək mümkündür. Gəlin keçək evimizin daxili ilə tanış olaq. Əziz YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Ev tam hazır giriyaşı evdir. Satış zamanı əşyalardan bəziləri evin daxilində qalacaq. Bura evimizin girəcək hissəsidir. Sağdan evin ikinci mərtəbəsinə qalxa bilirik. Soldan isə gəlir evin mətbəxi. Mətbəximizdə istif oldu. Mətbəx mebeli də var. Pilləkənimizin altında gözəl geniş bir kladovkası var. Pəncərələrin reşutkasına qədər var. Ev tam hazır, girib yaşaya biləcəyiniz evdir. Bura qonaq otağıdır. Qonaq otağının qabağını istəsəniz bağlaya da bilərsiniz. İstəsəniz bu şəkildə də saxlaya bilərsiniz. Kim alacaqsa Allah həm alan həm də satan müştərimizə ən xeyirlisini qismət eləsin inşallah. Evin birinci mərtəbəsində yerləşir bir qonaq otağı, bir mətbəx, kladovka. İkinci mərtəbədə isə 4 dənə yataq otağıdır və sanitar qovşaqdır. Əziz izləyicilərim, evin qiyməti isə 150 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarda olsa, qiymətdə də yaxşı bir endirim olacaq. Evin sahibi tərəfindən. Əlavə də nə suallarınız olsa, buyurun zəng edərək məlumat ala bilərsiniz. Bura hamam sanitar qovşaq. Bura yataq otağı. Bura növbəti bir yataq otağıdır. Sənəd Kupca qiymətdə 150 min manat. Evlə bağlı nə suallarınız olsa, zəng edin, məlumat alın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.